Samirəm əziz izləyicilər, sizi böyük gələcəyə kiçik addımlarla verilişin növbəti qonağı istedadlı futbolçu Abbasov Həsəndir. Abbasov Həsən, ilk öncə səni salamlayıram. Neçənci ildə harda dünyaya göz açmısan? 2017 Ağdamda. Hansı klubda oynayırsan? Rofum. Məşqçin kimdir? Mirsalim əli. Neçə nömrəli formaya çıxış edirsən? 11. 11 nömrəli futbolçu. Mövqeyin haradır? Məqəm sol hücumçu, ortada oynayıram, sağda oynayıram. Fərq etmir. Universal futbolçusan. İlk hansı klubda başlamısan? Başlamışam Qarabağda, orada olmadı mən oynayım, getdim Rofuma. Futbola başlamağın öz istəyinlənmi, yoxsa kiminsə istəyinlənmi? Özüm istədim, ana da mənim gördü potensialım var, futbola mənə qoydu. Ata da istəyirdi ki, mən futbola gedim, anam da istədi, qardaşım da istədi. Yəni hamı sənə dəstək oldu. Sevdiyin futbolçu var mı özünü ona bənzətmək istədiyin? Mənim ən sevdiyim futbolçu Neymardır. Neymar Junior sonunda dünya çempionatının sonuncu rəqsini etdi. Mənə futbola vidalaşdı. Bildiyin kimi. Özümü də oxşadıram Neymara. Çalışacağım onun kimi fitlər eləyəsən. Bilirsən ki, onun bəzi fitləri FIFA tərəfindən qabağın edib hətta. Olmaz. Yaxşı, öz peşəkar karyeranı davam etdirmək istəsən, Azərbaycanda hansı klubda davam etdirmək istəyərsən? Mən istəyirdim öz komandamda qalmaq Rofum. Orada öz dostlarımı sevirəm, müəllimi də sevirəm. Amma Neftçi, Qarabağ, Sabah, mənə fərqi yoxdur hansı kluba gedəcəm. Amma futbolçu olmalısın. Ölkə hüdudlarından kənarda futbol oynamaq istəsən, başqa ölkədə hansı klubda oynamaq istəyərsən? Fərqi yoxdur məndə. Avropada. Məsələn, tanınmış klublarda top 5 liqalarım olsun. Hansı klubda məsəl üçün istəyərdin? Real Madrid. Mən istəyərdim Real Madrid. Azərbaycan millisindən mi çıxış etmək istəyərsən və yaxud da ki, başqa bir millidən mi? Karyeranı davam etdirmək istəyərsən? Azərbaycan millisində mi? Ölkə səviyyəsində? Azərbaycanda oynamaq istəyərsən? Anladım mən səni. Neçənci sinifdə oxuyurdun? Mən 4-ə keçəcəm. 4-ə keçirsən. Həftədə neçə dəfə məşq olur? Misal mən bilirəm ki, kifayət qədər məşqi sevən bilməli. Çox məşq olur. Neçə dəfə? 4-cü gün olur, amma mən məktəbə də gedirəm də, amma indi yaydır. Olur 4-cü gün, 6-cı gün bazar. Yəni həftədə 3 gün anladım belə. Məşqlə məktəb eyni vaxtda çətin olurmu sənə? Çətin olur. Təhsildən mi qalırsan, yoxsa məşqdən mi qalırsan? Mənim anam deyir ki, ən birinci yer məktəbdə, onun üçün birinci məktəbə gedirəm, sonra da vaxtım nə vaxt olsa gedirəm futbola. Futbola. Yaxşı, əgər futbolçu olmasaydın, başqa özünü hansı sahədə yoxlamaq, sınamaq istəyərdin? Yəni, hansı sahədə işləmək və yaxud da özünü göstərmək istəyərdin? Futbolçu olmasaydın. Basketbola gedərdim, yoxsa voleybola gedərdim. Yəni, idman növündə qalardın. Fərq etmir. Yaxşı, sevdiyin bir iş var mı ki, futbolla bərabər edirsən onu? Yox. Ancaq futbol. İndi də tətildə sizin, misal mənə də ki, hələ ki, məşqlərini davam etdirir. Havaların isti keçməsi sizin məşqinizə mane olurmu? Yox. Yəni, sən qətiyyətlə futbol hərfləri deyirsən. Həsən, özü ilə verir Həsən, qapıya zərbə və qol, Həsən. Sonra 4-4 edir Həsən. Əgər sənə dünya ictimaiyyətində bir klub qurmaq şansı verilsə, klubun adı nə olar? Ağdam məsələn. Ağdam. Olar. Ağdam klubu. Yaxşı, ilk öncə qapıdan başlayaq. Kim qoymaq istəyirsən qapıya? Qapıda Donnarumma. Sağ müdafiə? Sağ müdafiə Cafu. Ortada stoperlər? Ortada Pedri. Sonra? Sonunda Virgil van Dijk. Solda? Maldini. Çox maraqlı seçimdir. Yarım müdafiə xətti? Yarım müdafiə Rodrigo. Bellingham. Bellingham. Vinicius Junior. Yarım müdafiə xətti. Çox maraqlı yarım müdafiə xətti. Hücum xətti? Solda Messi. Sağda Messi. Solda kömək eləyirdim. Neymar Junior. Yox, ortada Neymar'dır. Neymar ortadadır. Çox maraqlıdır. Forward kimi oynayırsan.
Haaland. Çox maraqlı bir seçimim var. Çox maraqlı bir seçimim var. Yaxşı, bu klubun məşqçisi kim olardı, baş məşqçisi? Mən Kim, özü və özü özüm. maraqlı, çox maraqlı, fərqli bir uşaqsan. Maraqlı seçimlərim var və o heyətdən kimi çıxardı özü və həmin heyətə salmaq istəyərdim. Haaland çıxardaram özüm. Düşünmədən Haaland'ı. Yəni o heyətin ən zəif nöqtəsi Haaland kimi görürsən. Komanda yoldaşlarından yaxşı kimi çıxardardın, ora salardın. Varmı elə bir komanda yoldaşın ki, həmin o heyətə salardın? Varmı, kimmi? Arda dostum var, o da Messi kimi oynayır deyə bilərsiniz. O da solla vurur ayağından. Məncə Messi'ni çıxardacağım, dostumu Arda qoyardı. Çox maraqlı. Komandada belə başa düşdüyümə görə ən yaxşı birimizi başa düşdüyümüz futbolçudur. Həsən burada topu ələ keçirmək istəyir və belə də olur. Həsən qapıya doğru zərbə və gol! Bravo Həsən! Ayrı bir ölkədə yaşama hüququn olsa, hansı ölkədə yaşayardın? Mən Türkiyədə. Türkiyədə. Sevdiyin bir yemək varmı? Təncid olmasa. Yarpaq olması. Ya, Sevdiyin bir maşın varmı? BMW. Yaxşı, mən sənə xəyali gücü ilə düşün. Sənə sayı məlum olmayan BMW heç vaxt bitməyəcək qədər yarpaq olması və Türkiyədə ömrünün sonuna qədər yaşama hüququ versən. Amma şərtin var. Sən futboldan uzaqlaşacaqsan. Yox. Uzaqlaşmazsın. Amma düşündün, bir xeyli düşündün, maraqlı seçim idi. Bəlkə də olardı. Təbii ki, insan öz tutduğu işi etməyə hər şeydən yaxşıdır. Yaxşı, sənin üçün futbol nə deməkdir? Futbol? Sənin üçün nə deməkdir? Yəni, Futbolda da oynuyorlar, topu götürürlər, paslaşırlar. zövq və yaxud da yaşayış məsələsidir. Yəni, məsəl üçün, mənim üçün futbol, misal deyim, ən dadlı az vaxtımda mən özümü götürürüm misal olaraq. Ən az vaxtımda, çox acam, dadlı, ən çox sevdiyim yemək bir qab yemək verirsə, boş qab yemək verirsə və yaxud da futbola baxmaq. Mən düşünmədən futbola baxmaq istəsəm. Yəni, o mənim zövqümdən, yediyim qidadan daha artıqdır mənim üçün. Çünki futbol mənim hər şeyimdir. İndiyənə qədər ciddi bir zədən olubmu? Bir dəfə bir dənə ayağıma çox möhkəm vurmuşdular. Ayağımda bir dənə şışqa olmuşdu. O da çox möhkəm ağrımışdı, sonra da keçdi. Həmin zədə anında futboldan uzaqlaşmaq istəmirsən, küsmüsənmi? Ay, mən niyə zədələndim falan kimi. Demirsən ki, bezarlıq eləmirsən, küsmüsənmi futboldan o həmin anda, zədə olan anda? Yox, sən futboldan heç vaxt küsmənəm, yox. Heç vaxt. Yaxşı, sənin sevdiklərin futboldan uzaqlaşdıysa, uzaqlaşarsanmı? Yox. Yəni, yenə futbol davam edərsən. Yaxşı bir oyunun, yadda qalan bir oyunun olubmu indiyənə qədər? Hə, olub. Yəni, möhtəşəm çıxış etmirsən həmin oyunda. Olubmu elə bir oyun? Olub. Hatırlayırsan, hansı oyun? Bir dənə Dinamo'la 6-0 utduq, 5 qolu da mən vurdum orada. Ben də trik etmişdim. Hesab arasında fərq azaltmağa çalışır. Həsən və gol! Həsən dubl edir. Hesab isə 5-0 olur. Yaxşı elə bir oyun olubmu? Oyunda yaxşı çıxış etməyəsən. Yox. Yəni, hamısında istədiyin kimi çıxış etməyi bacarmısan. Olubmu ki, komandan sən yaxşı çıxış etmirsən, amma komandan istənilən kimi çıxış etməyib? Olubmu elə bir oyun? Yox. Bütün oyunlarda möhtəşəm çıxış etmişsiniz komanda olaraq. Bir sana mənim isə sadəcə ona təşəkkürümü bildirirəm. Azərbaycan futbolu üçün incilər yetişdirdi, həqiqətən də çox istedadlı baş məşqçidir. Futbolda nəyi dəyişmək istəsən, hansı dəyişikliklərə getsən futbol daha yaxşı olar, gözəl olar, maraqlı olar, inkişaf edər. Hansı dəyişikliklər etmək istəyərsən əsas futbolda? Heç nə istəmirəm dəyişmək. Hər şey qaydasındadır. Hər şey tam sürətlə irəli gedir. Yaxşı, dünyaya yenidən gəlsən. Yenə futbol seçərsənmi? Seçərəm. Bəlkə bir tərəfdə böyük biznesmen olmaq, yaxşı pullar əldə etmək varkən, yenə mi futbol seçərsən?
Futboldur. Futbol məni özü qabağa aparacaq. Yəni futbola əldə etdiyin hər şeyi, o maddiyyatı zaten Mən futbola. özüm elə belə istəmirəm ki, elə belə mənə pul verilir, elə belə mənə yemək verilir. Özüm istəyirəm nəsə eləmək, işte o olsun məndə. Yəni sən futbolla əldə edəcəksən. Misal mənim sənin keçdiyin məşqlər səni yorulmur heç? Yox. Və yaxud da ki, misal müəllimin misalı daha bir çətinləşdirim. Sənin sevdiyin tərəfi hansıdır? Məsələn, sən o tərəfini sevirsən misal müəllim. Sevirəm, nə deyir ki, gəlin bunu bir dənə şey eləyək, sonunda futbol oynayaq sıralım. Yəni nəysə öyrətməyi sevirsən. Bəs yaxşı sevmədiyin bir xasiyyəti varmı? Amma səmimi danış da. Müəllim deyir ki, orada stadiondan 3 dənə krok qaçın. Mənim də halım yoxdur elə qaçma, elə qaçma. Yəqin misal müəllim bunu nəzərə alacaq bundan sonra. Amma sürətli qaçın. Amma Həsəni bundan sonra 3 dairə qaçırtmayacaq misal müəllim yəqin bunu eşidəcək. Topu götürür və Məhəmməddən yenidən ötürmə. Fatih istiqamətlərini və budur. Növbəti qol və növbəti qol sevinci. Veriliş haqqında düşüncələriniz oldu. Necə keçdi sənin üçün bu veriliş? Çox yaxşı keçdi. Sizinlə tanış oldum, şad oldum bunun üçün. Mən də səndən çox şad oldum. Qiyabi olaraq tanıyırdım, əyani olaraq tanıdım. Minnətdaram. Getdin uğur yolu. Günəş şəfəqləri kimi parlaq olsun. Əziz Həsəncan. Allah sənə bərəkətli ömür və zədəsiz karyera nəsib etsin. Təşəkkür edirəm dəyərli vaxtını mənə sərf etdiyiniz üçün. Uğur olsun.